Axşamınız xeyir dostlar. Yenə də təzə bir nağılla qarşınızdayıq. Bu axşam sizə Katyanın Xəzinəsi adlı Holland nağılını danışacağam. Hansla arvadı Katya pendir satmaqla dolanırdılar. Harlem adında kiçik bir kəndin yanında yol üstündəki mehmanxananın qarşısında fermalar vardı. İnəklərin südünü sağıb böyük dəyirmi pendir hazırlayır, sonra Amsterdama aparıb satırdılar. Kiçik bağçalarında rəngarəng lalələr yetişdirir, çox çalışır, qənaətlə yaşayırdılar. Xoşbəxt olmağına xoşbəxt idilər, amma Katya tez-tez yuxu görürdü. Hamı yuxu görür, amma Katyanın yuxuları çox vaxt qəribə olurdu. Bəzi yuxular xəyal idi, yoxsa gerçək idi, heç özü də bilmirdi. Bəzən eyni yuxusunu üst-üstə bir neçə dəfə görürdü. Belə olanda günlərlə həmin yuxu haqqında düşünürdü. Bir payız günü Hans yenə arvadının qəribə yuxu gördüyünü hiss etdi. Sanki Katya başqa bir dünyada idi. Onu çağıranda səsini belə eşitmirdi. "Nə oldu əzizim?" dedi. "Yoxsa yenə yuxu görmüsən?" "Bəli." Katya heyrətlə dilləndi. "Amma bu dəfə gördüyüm sanki yuxu deyil, gerçəkdir." Sonra yuxusunu danışdı. "Bu yuxunu 3-cü dəfədir görürəm. Hər dəfə də eyni şəkildə. Amma eyni şeylər baş verir. Amsterdama gedirəm. Böyük meydandakı bankın ətrafına 3 dəfə dolanıram. Son dəfə dövrə vuranda Hollandiyanın ən zəngin insanlarından biri oluram." Hans güldü. "Bu qədər asanlıqla zəngin ola bilsəydik, nə qədər gözəl olardı." Amma yenə də arvadının könlünü almaq istədi. "Kim bilir, bəlkə də bir gün belə zəngin olarıq. Bu dəfə Amsterdama pendir satmağa gedəndə bankın ətrafında 3 dəfə dolanarıq, yaxşı? Yoxlayaq, görək nə olur. İndi isə tez ol, işimizi bitirək." Ertəsi gün səhər Katya yenə günəş doğanda oyandı. Gecə yenə eyni yuxunu gördüyünə görə artıq səbr edə bilməyəcəyini anlayıb, hələ Hans oyanmadan geyinib Amsterdama yola düşdü. Günortaya doğru şəhərə çatdı. Həyəcanla böyük meydana gəldi və meydanın ortasındakı bankın ətrafında gəzişməyə başladı. 3-cü dövrəni başa vuranda ürəyi elə çırpınırdı ki, sanki bu dəqiqə yerindən çıxacaq. Bankın qabağına yaxınlaşanda dayanaraq dərindən ah çəkib gözlərini bağladı. Amma heç bir dəyişiklik baş vermirdi. Çantasını açıb baxdı. Eyni ilə evdən çıxdığı kimi bomboş idi. Ciblərini yoxladı. Nə pul, nə də dəyərli bir əşya tapdı. Xəyalları puç olmuşdu və yorğun şəkildə oradakı bir skamyada oturub ağlamağa başladı. Birdən qarşısında kiminsə dayandığını hiss etdi. Özü kimi kəndli paltarında olan yaşlı bir adam ona baxırdı. "Nə olub qızım? Niyə ağlayırsan?" Katya başına gələnləri ona anlattı. Həmin adam ona güldü. "Mən də elə bilirdim ki, bu cür yuxuları təkcə mən görürəm. Mən də illərdir eyni yuxunu görürəm. Yuxumda həmişə Harlem yaxınlığında yol üstündəki mehmanxananın düz qarşısında bir ferma görürəm. Bu fermada bir ailə pendir hazırlamaqla məşğuldur. Onların inəklərini saxladıkları tövlə də var. Bax elə həmin tövlənin küncündə divardakı balıqçı torunun altında böyük xəzinə gizlədilib. Yuxumda həmişə bu tövləyə gedib o xəzinəni çıxarıram. Amma indiyə qədər həmin yeri heç axtarmamışam. Çünki bu bir yuxudur. Sən də evinə get və həyatını yaşa." Katya qulaqlarına inana bilmirdi. Çünki adamın yuxusunda gördüyü ev onun öz evi idi. Qadın qocaya təşəkkür edərək dərhal evinə yollandı. Axşam saatlarında evə çatdı. Hans artıq Katyanı axtarmaq üçün Amsterdama yola düşməyə hazırlaşırdı. Katya başına gələnləri bir-bir nəql elədi. Sonra əllərində kürəklə tövləyə getdilər. Divarda köhnə balıqçı toru asılan küncdə torpağı qazmağa başladılar. Bir müddət sonra kürəyin ucu sərt bir şeyə toxundu. İkisi də həyəcanla qazdıqları yerə boylandı. Orada köhnə bir sandıq var idi.
əlləri ilə torpağı eşələyib birlikdə ağır sandığı qaldırdılar. Pas basmış dəmir sandığı açanda qızılların parıltısı tövləyə işıq saçdı. Sandıqda çox böyük bir xəzinə vardı. Hansla Katya həqiqətən də Hollandiyanın ən zəngin ailələrindən biri oldular. Katya bundan sonra bir də yuxu görmədi. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.